Hər vaxtınız xeyirli olsun. Əlçatan Texnoloji kanalının hörmətli izləyiciləri, mən hər birinizi salamlayıram. Dostlar, bugünkü mövzumuz TikTokla əlaqəli bir mövzudur. TikToka artıq bir neçə aydır ki, çevrim dışı videolar, yəni offline rejimdə olan videolar özəlliyi gəlibdir. Bu özəllik necə aktivləşdirilir, necə deaktiv edə bilərik? Bu barədə sizə detallı məlumat verəcəm inşallah. Gəlin keçək videomuza. İlk öncə daxil oluruq profil yerimizə. Paylaşım, resim, TikTok, profil menüsü, düğme. Biz hal-hazırda TikTok'un profil sekməsindəyik. Hal-hazırda, yəni bura daxil olacaqsınız və sağ üst küncdə profil menüsü deyilən bir düymə var. Təxmini batareya göstəricinin altındadır. Profil menüsü, yaradıcı aletleri, Daxil oluruq profil menüsünə. balans, düğme, geri kodum, düğme. Settings and privacy, düğme. Settings and privacy, yəni parametrlər və məxfilik. Bura daxil oluruq. TikTok, TikTok. Evvelki ekrana geri kayıp, parametreler, hesap, başlık, hesap, məxfilik, təhlükəsizlik, profili payı, content ve bildirişler, canlı yayın, musiki, fəaliyyət mərkəzi, content seç, auditoriya, reklam, evvelki ekrana geri kayıp, divar kağızı, destek ve problemin bildirilmesi, destek, Buradan lap aşağı kaydıraraq şərtlər və siyasətlər, daxil ol, şərt, destek, problem, destek ve divar kağızı, mobil data qənaəti, yer boşaldın, offline rejimdəki videolar, bəli dostlar, offline rejimdəki videolar bura daxil oluruq. offline rejimdə videolara baxmağa davam etmək üçün ekran qeydini deaktiv edin, offline rejimdəki videolar. Offline rejimdə baxmaq üçün videoları indirin. Növbəti dəfə Wi-Fi şəbəkəsinə qoşulduqda onlar yeni kontentlə təzələnəcək. Bəli, belə bir ilk öncə bir şey gəldi, xəbərdarlıq gəlir ki, Wi-Fi şəbəkəsinə qoşulduğu zaman avtomatik olaraq videolar yenisi ilə əvəzlənir. Belə bir məlumatı nəzərinizə çatdırım dostlar. Bu offline rejimdə olan videolar əksəriyyəti 2-3 gün bundan qabaq baxdığımız videolar olur. Elə videolar var ki, yeni video da ola bilər, amma əksəriyyəti 2-3 gün bundan qabaq baxdığımız videolar olur. İşaretli. 50 video, 30 dəqiqə baxış vaxtı 100 MB. Radio düyməsi. Bu 50 video nə deməkdir? 50 video 30 dəqiqə baxış vaxtı verir və 100 megabaytdır boyutu. İşaretli deyil. 100 video, 50 dəqiqə baxış vaxtı 200 MB. Radio düyməsi. 100 video 50 dəqiqə verir, 200 megabaytdır. İşaretli deyil. 150 video, 70 dəqiqə baxış vaxtı 300 MB. Radio düyməsi. 150 video 70 dəqiqə baxış verir, 300 megabayt. İşaretli deyil. 200 video, 120 dəqiqə baxış vaxtı 400 MB. Radio düyməsi. Və 200 video 120 dəqiqə baxış verir və 400 megabaytdır. Yəni ürəyiniz hansını istəsə seçə bilərsiniz. Yəni telefonunuzun yaddaşına uyğun olaraq mən 200 video seçirəm. İşaretli. 200 video, 120 dəqiqə baxış vaxtı 400 MB. Radio düyməsi. Və endirmək üçün burada sonra endir düyməsi var. Endirin. Düymə. Endirin düyməsi var. Bura basırıq Daraltıldı. Alt vərəq. və başlayacaq videoları Video endirməyə. sevimlilərinizə əlavə edilmədi. 215 nəfər bu videonu sevimlilərə əlavə etdi. Bəli dostlar, video əlavə olundu. Bəli dostlar. Geri. Düymə. İndi isə dostlar, TikTok. videonun əvvəlində demişdim ki, bu özəlliyi necə deaktiv etmək olar. Yəni çevrim dışı videolar özəlliyini nəzərdə tuturam. Burada deməli Yer boşaldın. yer boşaldın yeri var. Ora daxil oluruq. TikTok. Buradan sağdan sola kaydırmaqla 4 dakika kaydı dur. TikTok təmizləyin. Endirilenlər 233,5 MB. Endirilenlərə effektlər, filtrlər, stikerlər, offline videolar və tətbiqinizdə endirilmiş virtual hədiyyələr daxil ola bilər. Ehtiyacınız olarsa onları yenidən endirə bilərsiniz. Endirilenlər 233,5 MB. Təmizləyin. Düymə. burada deyir ki, endirilənlər 233,5 megabayt. Burada onun yanında da təmizləyin düyməsi var. Təmizləyin düyməsinə basdıqda Endirilenlər silinsin. burada elə xəbərdarlıq da verir ki, endirilənlər silinsin. Yəni başqa bir şeylər silinməyəcək, narahat olmayın. Təmizləyin. Düymə. Buradan təmizləyin düyməsinə basırsınız. TikTok. TikTok. Yəni vəssalam, belə. Artıq o offline rejimdə olan videolar təmizləndi. Videomuz bura qədər dostlar. Kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi və paylaşmağı unutmayın. Bu arada bizim birinci Telegram kanalımız var. Android proqramlar Telegram kanalımız və Windows proqramlar Telegram kanalımız var. Android proqramlar kanalından Android proqramlar, Windows proqramlar kanalına isə Windows proqramlar əldə edə bilərsiniz. Sağ olun dostlar. Sağlıqla qalın. Növbəti videolarda görüşmək ümidi ilə. Hələlik.